günümüzdə də, məsələn, Şeyx Əlbani rahimehullah tək cəmaatdır. Elə bir bidətçi mənə göstər ki, Qur'ani, xavaric, təkfirçi, hizbçi, təbliğ cəmaatı, sufi, özünə peyğəmbər deyəndən tutmuş, Mu'təzilə əqidəsindən məzhəbciyəcən, kimi istəyirsən dinən, elə bir firqə yoxdur ki, Albani ilə münaqişəsi olmasın, hamısı da zapt olunur. Özünə peyğəmbər deyəndən tutmuş və Albani ilə münaqişəsi olmasın. Haralardan gəlirdilər, başqa ölkələrdən. Hamı özünə problem onu görürdü. Hamı. Və öz zamanında Allah subhanahu wa ta'ala onu ümmət üçün cəmaat vermişdir. Xüsusən Albani. Niyə bilirsən? Çünki İbn Bəz və İbn Hüseymin özü bunu deyib ona görə. Məsələ ondadır. İbn Bəz rahimehullah Buxarini şərh edəndə bu hədisə gəlib çatır. Hədis də budur ki, Allah subhanahu wa ta'ala hər 100 ilin başında bu dini dirçəltmək üçün mücəddid göndərir. Dini dindarlar üçün dirçəldir. Və Saudiyada hamı İbn Bazı görür. İbn Baz'a sual verirlər rahimehullaha, bu əsrdə kimdir? Deyir ki, doğrusunu Allah bilir və mən zənn edirəm ki, bu Şeyx Muhammed Nasırıddin Əlbənidir. Aydındır. Çünki İbn Hüseyin özü də bunu deyirdi, İbn Baz özü də bunu deyirdi, hamısı bunu deyirdi. Və həqiqət də belədir yəni. Və Albaninin həyatı qəribədir. Yəni Albani rahimehullah İbn Baz, İbn Hüseyin Saudiyada idi, Tohid dövlətində idi. Dövlət onları qoruyurdu, dövlət onları himayə edirdi, rahat dəstəyirdilər. Hər bir şey. Şeyx Albani maaş verilirdi onlara. Hər bir şeylər təmin edilirdi. Və necə ki, bugün edilir. Elhamdülillah. Amma Şeyx Albani Suriyada kasıb, fəhlə, saatsaz, həbsə atırlar, 10 aya yaxın. Məcbur olur Suriyadan Ramazan Buti var idi, ona qarşı təbliğatlar edirdi. Oradan hicrət edirdi Yordaniyaya. Yəni, insan kefindən hicrət etməyib və pulunu saatsazlıqla çıxarırdı. Və bu cür şəraitdə, daha doğrusu şəraitsizlikdə Allah subhanahu teala onun əli ilə bu dini izzətləndirdi. O dəfə danışmışdım. Şeyx məşhur tələbəsi, Şeyx məşhur deyir ki, və pulu yox idi, Şeyx Albani kasıb idi. Şeyx Albani özü danışır ki, İhya Ulumuddinin şərhini İraqinin təhqiqi ilə, məhz İraqinin təhqiqinə görə almağa pulu yox idi. Kirayə götürürdü. Kitab pul yox idi deyənə götürürdü, yazırdı. Ksenofobiyada söhbəti yoxdur, yazırdı. Pul yoxdur. Və Şeyx məşhur deyir ki, və şeyxdə də o qədər vaxt olmurdu, artıq tələbələri var idi. Tələb Yordaniyada olanda. Deyir, Silsilətül Əhadisi Səhihəni 10 cildə yaxındır, Səhih hədislər silsiləsini yazmışdı və əl yazma idi təbii ki. Kağızlar və bağlamışdı iplə, yığmışdı kulyoklara və çapa verməmişdən qabaq hər hansı bir tələbəsinə verir, məsələn bir cildi buna bir cildi, yoxluyum. Yəni o hərfi xətalar və s. yoxlasından ki, çapa hazırlıq kimi. Və Şeyx məşhura da düşüb 5-ci cild. Deyir, kisədən çıxartdı, deyir, kitaba baxan kimi ağladım. Və deyir, Albani də yanımda idi. Və hiss elədi ki, ağlayıram. Və soruşdu, deyir, bütün gözüm dolmuşdu və artıq danışa bilmirdim. Və heç nə də demədim. Və səbəbini zikr edir, nə? Əhadisu səhihə. Əhadisu səhihə 5-ci cild. Misaldır bu. Şeyxin deyir, pulu olmayıb kağız almağa. Kitab yazmaq üçün kağız almağa pulu olmayıb. Və nə edirdi? Düyü, qən kağızları, pesud kağızları üzərində Silsilətül Əhadisi Səhih 5-ci cildi yazıldı. Deyir, ipləri var idi, çernilərə batırırdı, qoyurdu kağızın üstündə, quruyurdu və xəttlər əmələ gəlirdi, yazırdı. Subhanallah. Və Şeyx Albani o şəraitsizlikdə kitablar yazıb ki, hansı ki o kağızı almağa pulu olmayıb. Bugün həmin kitab bizim puluna götürsə 2 manata satılır. Hə? Hansı ki 2 milyonluq dəyəri var. Amma 2 manata satılır, sən alırsan, yəni qiyməti budur. Rahat oxuyursan, heç uf belə demirsən. Amma Şeyx Albani onu hansı şəraitdə yazır? Və o şəraitdə şeyxin yazdığı kitabları sən bura toplasan, yer çatmaz.
Şəraitdə yox, o şəraitsizlikdə. Ona görə axı müqayisə olunmur. Aydındır? Və Şeyx Albaninin bugün çap olan əsərləri ki var, çap olmayan əsərlərindən azdır. Çap olmayan əsərləri çap olan əsərlərindən çoxdur. Hələm də əl yazmadır, çap olunmuyor. Çap olunsa otağa sığıldıra bilmərsən. O şəraitsizlikdə yazır. Halbuki, sən bugün gətir mənə bir tələbə, denən ki, həmin tələbə desin ki, mən Şeyx Albaninin yazdığı bütün kitabları oxumuşam. Bugün biz tənbəllikdən, bu xəstəlikdən, Şeyxin yazdığı bütün kitabları heç oxumamışıq. Şeyx o kitabları yazıb. Yəni, oxumaq fərqli, yazmaq fərqlidir. Yəni, oxumaq bir dənə 300 ciltlik kitabı mən 3 günə də oxuya bilərəm. Misal üçün də, biraz yüngül olsa, günə 100 səhifədən. Amma o 300 ciltlik kitabı bəlkə yazmaq üçün ola bilər elə bir kitab olsun ki, 3 il vaxtını alsın. 3 ay vaxtını alsın. Hələ mən başqa şəraitsizliyi demirəm. Bugün bir tələbə sən gətirə bilmirsən, Albaninin yazdığı kitabları oxusun. Ona görə subhanallah. Və gör, əxi, o halı və insan, belə deyək də, kimsə öz həyatını mala qurban verir, kimsə öz axirətini dünyaya satır və bu insan isə bütün varlığını, bütün həyatını, yəni kim isə məsələn nəzir deyir, bir dənə qurban, nəzir deyir məsələn 5 manat pul, və kimsə də öz həyatını Allahın dininə nəzir deyir. Öz həyatını. Yəni Allah subhanət hələ 87 il ömür verir və bu insan öz həyatını, nə demək şərt deyil, niyyət, əməl, Allahın dininə nəzir edib. Və Şeyx Albani onlardandır. Allah subhanət hələ rəhmət eləsin. Şeyx Albani hətta ölüm yatağında olanda belə hədis təxris edirdi. Hədis səhih deyə yox. Hətta tam yadımda deyil, onu baxıb gərək deyim. Deyəsən, xəstə ziyarəti ilə əlaqəli yanında bir hədis zikr olunur Şeyx Albaninin. Yəni, ölüm yatağında olan xəstəliyindən söhbət gedir ki, o xəstəlikdən durmuyor və ona da ölür Şeyx Rahiməhullah və Şeyxin şifahi olaraq təxriclədiyi son hədisdir. Hətta o halda belə dəvətdən dönmür. Və necə ki, Şeyx özü bir dəfə maşın sürəndə möhkəm sürüb, maşını aşırır Albani. Və eşidir ki, deyəsən, maşın aşır, oradan kimsə keçir və Allahın adını çağırır, ya Sattar. Şeyx Alban maşının içərisindən deyir ki, ya Sittir dinən. Səhvini düzəldir. Allahın adını deyir düzdür. Allahın adını düzdür. Ya Sittir, ya Sattar yox. Öz halını düşünmür, o cəmaatın səhvini düzəldir. Ona görə onun tələbələri nə deyir? Tələbələr deyir ki, biz deyir, bu əsrdə biz Şeyx Albani ilə Allah Rasulunun sünnətini tanıdıq. Və sünnət ilə də Şeyx Albani tanıdıq. Yəni, Şeyx Albani bizə Allah Rasulunun sünnətini və Allah Rasulunun sünnətdə bizi Şeyx Albani tanıdı. Ona görə İmam Əhməd Rahiməhullah necə ki öz zamanında İmam-ül Muhaddisin idi, muhaddislərin imamı və bu əsrdə də Şeyx Albani İmam-ül Muhaddisindir. Hədis əhlinin, əsər əhlinin və sələf cəmaatının imamı. Və kim ki Şeyx Albaniyə dil uzadır, sən bunda yəqin ol ki, o insanın qəlbində, o insanın əqidəsində, o özünə mən nə qədər salamat desək, haradasa problem var. Çünki Şeyx Albaniyə dil uzadır. İndi başlayırlar tələbələr. Və çox vaxtda Şeyx Albaniyə qarşı olan həsəddəndir. Çünki Şeyx Albani, bunu yadda saxla, bütün bidətçilərin önündə ən birinci bariyerdir, səddir. O sədi qırmasan, o sədi aşmasan, istədiyinə nail ola bilməzsən. Ona görə ən birinci səddir və çox vaxt görürsən ki, elə şeyxdən başlayırlar. İxlasla.com saytı tərəfindən təqdim olundu.